Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tabi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Deməli, əziz qardaşlar, əziz müsəlmanlar, uca Allahdan istəyirik ki, bu məclisi hər birimiz üçün faydalı etsin, xeyirli etsin. Və bilirsiniz ki, biz mübarək günlərdəyik, Ramazan ayındayıq və həqiqətən, əziz qardaşlar, əziz müsəlmanlar, və bu günlərin qədrini bilmək lazımdır. Bu barədə ümumiyyətcə Ramazanla əlaqəli alimlər çox kitablar yazıblar. Çünki bu ayın qədri və qiyməti ucadır. Ona görə hər bir müsəlman bu ayı yaxşı keçirməlidir. Çünki Allah subhanahu və teala insana bəlli bir ömür verir və insan o ömrü elə keçirməlidir ki, hətta qiyamət gün onun xeyrinə olsun. Allah subhanahu və teala Quran-ı Kərimdə buyurur: "Ya eyyuhan-nasu, inna va'dallahi haqqun." Allah Teala buyurur ki, ey insanlar, həqiqətən Allahın vədi haqqdır. Və buyurur ki, "Fələ təğurrannakumul hayatud-dunya və la yəğurrannakum billahil-gharur." Uca Allah bu ayədə buyurur ki, dünya həyatı sizi aldatmasın. Və aldadıcı olan o şeytan da sizi Allah haqqında aldatmasın. Və bu ayə nəyi göstərir? Dünya həyatı, əziz qardaşlar, oyuncaqdan ibarətdir. Bərbəzəkdən ibarətdir. Aldadıcı zövqdən ibarətdir. Ona görə Allah Teala bu ayədə buyurur ki, "Fələ təğurrannakumul hayatud-dunya." Dünya həyatı sizi aldatmasın. Fikir verin. Dünya həyatı aldadıcıdır. Və ayənin ardına diqqət edin. وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورِ. Allah Teala bu ayənin ardında bildirir ki, yəni dünya həyatı sizi aldatmasın, aldadıcı olan, yəni insanı tovlayan o şeytan da sizi Allah haqqında aldatmasın. Deməli, şeytanın əsas hədəfi nədir? İnsanı aldatmaqdan ibarətdir. Ona görə insan ona verilən ömrü, xüsusən də Ramazanı dəyərli keçirməlidir. Quran-ı Kərimdə Allah Teala bildirir Hədud surəsində: "İ'lamu ennemel hayatud-dunya la'ibun ve lahvun ve zinetun ve tefâkhurun beynekum." Baxın Allah Teala nə deyir? Deyir ki, ey insanlar, bilin ki, bu dünya həyatı oyuncaqdan, bərbəzəkdən və bir-birinizin qarşısında öyünməkdən ibarətdir. Fikir verin, bu ayələr 7 qat səmanın üzərindən insanlığa nazil olan ayələrdir. Allah Teala bildirir ki, bilin ki, dünya həyatı həm oyuncaqdan ibarətdir, həm bərbəzəkdən ibarətdir və həm də bir-birinizin aranızda, öz aranızda bir-birinizə qarşı öyünməkdən ibarətdir. Ona görə Allah Teala başqa bir ayədə buyurur ki, وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyil. Ona görə əziz qardaşlar, insan yaxşı-yaxşı düşünməlidir, yaradılışını düşünməlidir. İnsanı Allah nə üçün yaradır? İnsanın bir hədəfi, bir amalı var. Yəni Allah Teala'nın yaratmasının qayəsini insan bilməlidir. Allah Teala insanı ona ibadət etmək üçün yaradır. Yaradılışın əsas qayəsini Allah Teala bildirib. Allah Subhanahu və Teala Quran-ı Kərimdə buyurur ki, diqqət edin: "Ya eyyuhan-nasu ubudu rabbakum ellezî xalaqakum vellezîne min qablikum." Bu ayədə uca Allah buyurur ki, ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Quran-ı Kərimdə başqa bir ayədə Allah Teala buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Fikir verin. Allah Teala bildirir ki, mən cinləri və insanları ancaq ibadət etməkləri üçün yaratdım. Deməli, dəyərli qardaşlar, əziz müsəlmanlar, insan bu həyata gəlməyinin məqsədini Allah Teala bu ayədə bildirir. Bildirir, nəyi bildirir? İnsanın mövcud olması, bu həyatda var olmasının əsas səbəbi, əsas amalı Allahı tanımaq, ona qul olmaq, ona ibadət etməkdir. Və insan öz yaradılışına diqqət göstərməlidir. Və düşünməlidir ki, Allah Teala onu nə üçün yaradır? Və onun üzərində bir haqq var. O haqq nədir? Allahı tanıyıb Allaha qul olmaqdır. Allahın qarşısında ona boyun əyməkdir. Çünki, əziz qardaşlar, dünya həyatı keçicidir.
müvəqqətidir, əbədi deyil. Dünya həyatı tükənən bir zamandan ibarətdir. Dünya həyatı bir keçiddən ibarətdir. Elə bir keçid ki, bir tərəfindən girib, o tərəfindən, digər tərəfindən çıxırsan. Və onun üçün insan əbədi bir diyara gedəcəkdir. Yaşadığı bu dünya onun üçün müvəqqəti bir dünyadır. Keçid dünyasıdır. Və insan bu dünyada daimi deyil. Və ona görə o keçən günlərinə, ömrünə diqqət yetirməlidir. Çünki Allah subhanahu və teala onu nə üçün yaradıb? Ayədə bildirdi. Bundan əvvəl oxuduğumuz ayədə Allah Teala açıq-aşkar bildirdi. Ya eyyuhən-nas ubudu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum. Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Fikir verin. Allah Teala buyurur ki, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Deməli, ibadət insanın üzərində haqdır. Allahın haqqıdır, yerinə yetirilməsi, icra olunması haqqdır. Digər ayədə də Allah Teala nəyi bildirdi? وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları ancaq ibadət etməkləri üçün yaratdım. Deməli, bu ayələr bizə nəyi göstərir? Yaradılışın əsas hədəfi, qayəsi, amalı Xaliqi tanımaqdır. Yer üzərində mövcud olmağın əsas amalı onu yaradanı tanımaqdır. Çünki dünya həyatı müvəqqəti günlərdən və müvəqqəti zamandan ibarətdir. Və keçici günlərdən ibarətdir. Əbədi deyil. İnsan əbədi bir həyata gedəcək və müvəqqəti bir dünyadan, müvəqqəti bir həyatdan, keçici bir həyatdan və ona görə insan yaxşı-yaxşı düşünməlidir. Ömür ona bir dəfə verilir və insan o ömrü zay etməməlidir. Və ona görə də dəyərli qardaşlarım, əziz müsəlmanlar, və biz həqiqətən də mübarək günlərin içərisindəyik. Ramazan ayı elə bir aydır ki, alimlər bu ay barəsində çox kitablar yazıblar və bu ayın fəziləti barəsində. Və qeyd ediblər, elə bir ay yoxdur ki, Ramazan qədər fəzilətli olsun, üstün bir ay olsun. Və o baxımdan da insan bu ayın qədrini və qiymətini bilməlidir. Allah Teala insana bir çox neymətlər bəxş edib. Allah subhanahu və teala Quran-ı Kərimdə bu barədə bildirir. Buyurur ki, وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْسُوهَا. Deyir ki, siz Allahın əgər neymətlərini saymaq istəsəniz, mümkün deyil, onu saya bilməzsiniz. Və o baxımdan insan, bəzən Allah Teala Quranda bildirir ki, insan ona verilən neymətlərə qarşı nankordur. İnsan zalimdir. Baxın, Allah Teala nə deyir? İnnəl insənə ləzalumun kəffar. Həqiqətən insan nankordur və çox zalimdir. İnsan çox nankor və çox zalimdir. Ona görə dəyərli qardaşlar, bilin və agah olun, əziz müsəlmanlar. İnanın ki, insana əgər İslam neyməti verilibsə, ən böyük neymət bəxş olunub ona. Çünki İslam neyməti qədər əzəmətli bir neymət demək olar ki, yoxdur. Çünki İslam neyməti, insanın Allahı tanıması, ona təslim olması, onun əbədi qurtuluşu üçün əsas səbəbdir. Baxın, yer üzərində nə qədər insanlar yaşayır. Kimlər Allahın əmrlərinə, buyurduqlarına riayət edir, kimlər riayət etmir. Və ona görə insan ona verilən neymətin qədrini və qiymətini bilməlidir. Əgər insana İslam neyməti bəxş olunubsa, onu möhkəm saxlamalıdır. Allah Teala Quran-ı Kərimdə buyurur, Ya eyyuhən nasu uzkuru ni'metallahi aleykum. Allah Teala buyurur ki, ey insanlar, Allahın sizə verdiyi neymətlərini xatırlayın. Bax, Allah Teala bu ayədə bizə buyurur ki, Ya eyyuhən nasu uzkuru ni'metallahi aleykum. Ey insanlar, Allahın sizə verdiyi neyməti xatırlayın. Ona görə bizim üzərimizə Allahın neymətlərini xatırlamaq düşür. Çox neymətlər. Lakin hər bir kişi və qadın özü-özündə o neymətləri düşünməlidir, gözünün önündən keçirməlidir. Və insana çox neymətlər bəxş olunur. Və qeyd etdiyim kimi, ən böyük neymətlərdən biri insanın öz xaliqini, yaradanını tanımasıdır və ona qul olmasıdır. Neçə yer üzərində insanlar yaşayır, Allahın təkliyini qəbul etməkdən, Allaha şəhadət gətirməkdən və onun peyğəmbərini qəbul etməkdən məhrumdular. İstəmirlər, müvəffəq olmayıblar. Amma neçə insanlar da var,
Allahın təkliyinə iman gətirib, onun varlığını qəbul edir, onun peyğəmbərini təsdiq edir və kimə bu neymət bəxş olunubsa, insan bu neymətin dəyərini və qiymətini bilməlidir. Bu əlbəttə ki, Allahın ona bəxş etdiyi bir lütfdür, bir üstünlükdür və bu neymətə görə, bu lütfə görə insan onu yaradan xaliqə, ona bəxş olunan bu İslama, bu hidayətə görə Allaha həmd səna etsin. Nə qədər çox etsə yenə azdır. Baxın, Allah Teala yer üzərində nə qədər insan var. Nə qədər insan var ki, Allah Teala'nı qəbul etmir. Məhrumdur Allahın təkliyinə iman gətirməkdən. Nə qədər insanlar var ki, Allahdan qeyrilərinə tapınırlar. Nə qədər yer üzərində dinlər mövcuddur. Hər birimiz bunu görürük və şahid oluruq. Və o insanlar Allahın varlığına, təkliyinə iman gətirməkdən məhrumdur. Neçə insanlar var yer üzərində. Saylarını Allah bilir, minlərlə, milyonlarla Allahdan başqalarına tapınırlar. Ağaclara, daşlara, düzəldib heykallara ibadət edirlər. Buddalar, buddistlər. Fikir verin, Allah Teala əgər o şəxsə İslam neymətini, hidayət neymətini bəxş edirsə, bu ona Allahdan bir müvəffəqiyyətdir, tövfiqdir. Və insan bu neymətə görə yaradanına, xaliqinə şükür etməlidir. Nə qədər insanlar var ki, Allah Teala'nın əmirlərinə müxalifdirlər, buyurduqlarını yerinə yetirmirlər və Allahın buyurduqlarının əksini həyata keçirirlər və Allah Teala'nın əmr etdiyi vacibləri, fərzləri yerinə yetirmirlər və günahlar və asiliklər içərisində üzürlər, batırlar. Və ona görə əziz qardaş və əziz müsəlman, əgər sənə bu iman neyməti, İslam neyməti bəxş olunubsa, nə qədər şükür etsən də azdır. Allah Teala'nın neymətləri fərqlidir. Allah Teala'nın neymətləri cürbəcürdür. Və insan, ola bilər bir insana ruzi neyməti bəxş olunsun, bir insana ruzi neyməti bəxş olunmasın, sağlıq neyməti bəxş olunsun. Diqqət edin, ola bilər ki, bir insana ruzi, geniş ruzi bəxş olunsun, digər bir insana isə sağlamlıq neyməti bəxş olunsun. Bu, Allahın hər bir kəsə bəxş etdiyi neymətdir. Əgər bir insana sağlıq neyməti də, ruzi neyməti də bəxş olunubsa, bu Allahdan olan bir lütfdür. Eləcə də insanın yaşadığı yerdə əmin-aman yaşaması və bu da Allahdan olan bir lütfdür. Əgər insan burada olduğumuz halda, əgər biz əmin-aman yaşayırıqsa, əminlik içərisində, güvən içərisində Rəbbimizə ibadət edə biliriksə, bir arada toplaşıb Allahı zikr edə biliriksə, Allahı yada sala biliriksə, inanın ki, bu Allahın böyük bir lütfüdür. Neçə diyarlar var ki, günahsız insanların hal-hazırda qanı axıdılır. Bunu hər birimiz görürük və şahid oluruq. Hal-hazırda və elə diyarlar var, elə ölkələr var, o ölkələrdə əminlik, əminamanlıq yoxdur. Baxmıraq ki, başçı rəhbər olsa belə, amma baxırsan ki, ortada insanların qanı su yerinə axır. Günahsız insanların. O günahsız insanların nədir günahı? Ona görə insan əlində olan neymətə də şükür etməlidir. Bugün əgər bizim üçün burada toplaşmağımız, Allaha rahat şəkildə ibadət etməyimiz varsa və Allaha şükür etməyimiz lazımdır. Bu, Allahın bizə bəxş etdiyi bir lütfdür. Eləcə də əminamanlıq. Neçə insan var ki, əminamanlıqdan məhrumdur. Rəbbinə gözəl şəkildə, rahat şəkildə ibadət edə bilmir. Bilin ki, əziz qardaşlar, əziz müsəlmanlar, insan ibadəti nə zaman rahat şəkildə edə bilər? Başlıca əminamanlıq olduğu halda. Əgər bir insanın əminamanlığı pozularsa, güvənliyi pozularsa, o insan ibadəti rahat ola bilməz. Heç kim deyə bilməz ki, mən əminamanlıq pozulsa, mən rahat şəkildə ibadət edə bilərəm. Yox, çünki insanın fitri olaraq bir narahatçılığı, nigarançılığı olur. Qorxu içində olur. Və ona görə insan daim Allaha şükür etməlidir. Əgər onun güvənliyi, əminliyi, rahatlığı yerindədirsə, yanında ruzisi varsa, sağlığı yerindədirsə də və onun üzərinə Allaha həm sözlə, həm əməllə şükür etmək vacib olur. Şükrün növləri də çoxdur, dəyərli qardaşlar, əziz müsəlman. Şükür Allaha itaətlə olur.
Allahın buyurduqlarına boyun əyməklə olur. Allahın qadağan etdiyi günahlardan çəkinməklə olur. Çünki insan nə qədər Allahın buyurduqlarını yerinə yetirib, qadağan etdiklərindən çəkindikdə, onda o şükrü ödəmiş olur. Baxın, Allah Teala Quran-ı Kərimdə buyurur: وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَإِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Bir zaman Rəbbiniz belə bildirmişdi: əgər siz şükür etsəniz, sizə olan neymətimi artıraram. Deməli, neymətin artmasında başlıca səbəb nədir? İnsan şükür etməlidir. Ona bəxş olunan hər bir neymətə görə insan Rəbbinə şükür etməlidir. Və bu günlər də, əziz qardaşlar, dəyərli günlərdir, qiymətli günlərdir, Ramazan ayıdır. Və insan bu günlərdən istifadə etməlidir, ibadətini və itaətini artırmalıdır. Allahın haqqını yerinə yetirməlidir. Allahın haqqı nədir? Allahın haqqı onu tanımaq, ona qul olmaq, ona boyun əymək, onun buyurduqlarını gözəl şəkildə riayət edib yerinə yetirməkdir. Və Allah Taala'nın yaratdığı qullar üzərində saysız hesabsız neymətlər var, mövcuddur. Qul bunu bilməlidir, dərk etməlidir və fərqində olmalıdır və gecə gündüz öz yaradanına və Rəbbinə tövbə etməlidir, istiğfar etməlidir. Ona bəxş olunan neymətlərə görə şükür etməlidir. Ona görə əziz qardaşlar, və biz bu günlərimizdən olduqca səmərəli istifadə etməliyik. Çünki bu günləri bizə bəxş edən, Ramazan ayını bizə bəxş edən o Allahdır. Allah Teala bizim ömrümüzü çatdırdı, bizim ömrümüzü yetirdi bu aya və biz bu əzəmətli və mübarək ayı keçiririk. Allah Teala bu ayı bizim üçün xeyirli və faydalı keçirməyi nəsib etsin. Ona görə dəyərli qardaşlar, nə qədər insanlar var ki, bu aydan məhrumdur. Bu ayın dəyərini və qiymətini bilməkdən və onu qeyd etməkdən məhrumdur. Nə qədər insanlar var ki, bu ayda günahlar içərisindədir. Amma o şəxs ki, o mömin, o müsəlman ki, ona Allahın bəxş etdiyi o ömrü, bu ömrü Allaha ibadət ilə, itaətlə keçirirsə, nə xoş onun halına. Çünki insan üçün ömür bir fürsətdir, dəyərli qardaşlar, əziz müsəlmanlar. Ömür insan üçün ən dəyərli sərmayədir. Elə bir sərmayə yoxdur ki, insan o ömür çərçivəsində onu əldə etsin. Elə bir sərmayədir ki, ömür insan üçün fürsətdir ki, Rəbbinə yaxınlaşmaq üçün, Rəbbinə itaət etmək üçün, onun qarşısında muti olmaq üçün və salih əməllər etmək üçün insan üçün ən dəyərli vasitədir. Ona görə insan ona verilən ömrün qədrini bilməlidir. Çünki ömür elə bir sərmayədir ki, İnsan ömrünün içərisində ya öz əleyhinə yaşayır, ya öz leyhinə yaşayır. Ya Allaha yaxınlaşmaq üçün bütün ibadətlərdən istifadə edir, itaət edir, Allahın huzurunda boyun əyir, salih və xeyir əməllər edir, yaxud da əksini edir. Nə xoş halına o insanın ki, o Allaha o ömrü ibadət və itaətlə keçirir, salih əməllərlə keçirir və sabah Rəbbinin qarşısında üzü ağ olacaqdır. Və ona görə dəyərli qardaşlar, insan zamanına həris olmalıdır. Xüsusən də bu günlərini, Ramazan günlərini zay etməməlidir. Çünki bu gün ötdüsə artıq iftardan sonradır. Yəni iftar etmişik, artıq bu gün keçdi. Yəni keçən gün dala qayıda bilməz, geri qayıda bilməz, mümkün deyil. Yəni o gün ki keçdi, artıq o gün ötdü keçdi. Mümkün deyil ki, o günü geri qaytarasan. Fikir verin. Yəni, insan hər gününün qədrini bilməlidir. Hər gününün Ramazanda olan günlərini zay etməməlidir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Kullu mən aleyhə fən. Fikir verin, yer üzərində olan hər kəs fanidir. Hər kəs fanidir, əziz qardaşlar. Və yəbqa vəchu rabbikə zul cəlali vəl ikram. Yalnız cəlal və ikram sahibi olan Rəbbinin üzü əbədidir. Yəni, əbədi olan, daimi olan o Allahdır. Ona görə insan ona verilən ömürdən istifadə etməlidir. Çünki bir gün yaranıb və bir gün bu dünyadan gedəcək. Yaradan Xaliq onu bir gün bu dünyadan aparacaq. Necə ki Allah Teala buyurur, Vallahu xalaqakum thumma yetevaffakum. Sizi Allah yarattı, sonra da sizin əcəliniz çatdıqda sizi öldürəcəkdir.
Ona görə dəyərli qardaşlarım və neçə insanlar var idi, keçən il Ramazanı qeyd edirdilər. Təravih namazları qılırdılar. Orucu açanda oruc fərəhi ilə yaşayırdılar. Amma bu gün o insanlar yoxdur. Neçə insanlar var idi, bayram namazını qılmaq müvəffəq oldu. Amma bu gün o insanlar yoxdur. Neçə insanlar var idi, bu Ramazanın gəlişinə həris idilər. Gözlüyürdülər, hərisliklə. İnsanlar oldu, mən hətta bu yaxınlarda eşitdim. Ramazana bir gün qalmış dünyadan köçdü. İnnə lillahi və innə ileyhi raciun. Allah bütün müsəlmanların günahlarını bağışlasın. Ona görə dəyərli qardaşlar, insan bilməlidir, vaxtının qədrini bilməlidir. İnsanlar olub, Ramazanı hərisliklə gözləyib, amma əcəl yetişib, müvəffəq olmayıb. Əgər bugün bizə müvəffəq olubsa, bunun qədrini bilmək lazımdır. Nə qədər insanlar olub, keçən il Ramazan ayında oruç tutub, namaz qılıb, amma bugün onların yoxluğuyla onlar artıq torpağın altındadırlar. Dünya həyatında mövcud deyirlər. Fikir verin əziz qardaşlar. Dahi alimlərindən olan İbn Əl-Cəvzi, Allah rəhmət etsin, çox maraqlı bir sözü var. İbarəsi var, cümləsi. Deyir ki, Allaha and olsun ki, qəbir əhlindən, qəbirdə yatanlardan, onlardan soruşulsaydı, onlara deyilsəydi ki, bir şey təmənni edirsinizmi, bir arzu edirsinizmi? Baxın, deyərdilər. Onlar deyir, Ramazan günündən bir gün olmasını arzulayardılar. Fikir verirsiniz? Yenə İbn Əl-Cəvzi, Allah ona rəhmət etsin, buyurur ki, bu dəyərli ayın qiymətini bilin. Bu qiymətli ayın dəyərini bilin və bu böyük bir mükafatdır. Bu ayda əldə olunan savab çox böyük bir mükafatdır. Və bu ayın gündüzlərini qeybətlə və pis sözlərlə keçirməyin. Amandır. Və bu orucu digər əzalarınızla birlikdə tutun. Və həmçinin başqa bir yerdə buyurur ki, İbn Əl-Cəvzi, Allah ona rəhmət etsin. Bil ki, ey insan, bil ki, orucun ən böyük fəzilətlərindəndir ki, Allah Taala orucu özünə aid etmişdir, özünə məxsus etmişdir. Və Allah Taala qudsi hədisdə necə buyurulur? Buyurur ki, o oruc mənim üçündür və mən də onun mükafatını verəcəm. Fikir verirsiniz? Şeyx Abdülqadir, Allah ona rəhmət eləsin, buyurur ki, Ramazan ayı ona görə Ramazan adlanmışdır ki, günahları yandırır, yox edir, aradan qaldırır. Və həmçin İbn Əbi Musə, Allah ona rəhmət etsin, buyurur ki, oruç tutan dilini və əzalarını qorumalıdır. Oruç tutan dilini və əzalarını qorumalıdır. Allah Taala'nın əzəmətləşdirdiyi Ramazan ayını əzəmətləşdirmək lazımdır. Və həmçinin başqa alim, dahi alim İbn Qudəmə, Allah ona rəhmət etsin, buyurmuşdur ki, oruç tutana orucunu yalan danışmaqdan, qeybət etməkdən və pis sözlər istifadə etməkdən qorumalıdır, uzaq tutmalıdır. Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm buyurmuşdur ki, oruc və Quran qiyamət günü orucu tutan və Quranı oxuyan şəxs üçün şəfaatçi olacaqdır. Fikir verirsiniz? Oruc tutan şəxs üçün və həmçinin Quran-ı Kərim qiyamət günü o şəxsə şəfaatçi olacaqdır. Və bu xüsusda İbn Əl-Cəvzi, Allah rəhmət eləsin, buyurur ki, qiyamət günü Ramazan ayı şəfaatçi olduğuna görə məhz sən öz yaradanının buyruğunu ona eşidərək və onun qarşısında muti olaraq bir qul ol. Allahın qarşısında. Yəni sən bil ki, qiyamət günü Ramazan ayı şəfaatçi olacaq və bundan dolayı sən öz yaradanının, öz Mövlanın, Rəbbinin buyruğunu eşit və onun qarşısında muti ol. Onun buyurduqlarına itaət et. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazanı imanla və
savabını Allahdan umaraq gecələri ibadət etməklə keçərsə, bəlkə günah bağışlanar. Bir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim Ramazanı iman etməklə, yəni Allaha səmimi şəkildə iman gətirir və savabını Allahdan umaraq ibadətlə, gecələri ibadətlə keçirərsə, burada xas olaraq alimlər qeyd edir ki, yəni təravih namazlarını qılarsa, Allah Teala onun günahlarını bağışlayar. Ona görə əziz qardaşlar, əziz müsəlmanlar, insan bilməlidir ki, qiyamət günü tərəzilərdə hər şey ən az olan, zərrə qədər olan bütün əməllər ölçüləcəkdir. Necə ki, bu barədə aləmlərin Rəbbi olan Allah buyurur, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ. Qiyamət günü zərrə qədər olan xeyrin qarşılığı veriləcək. Və ayənin ardına diqqət edin, dəhşətlidir. وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Qiyamət günü zərrə qədər şər olan, pis olan əməlin də qarşılığı ölçüləcək. Ona görə fürsətdir bu dünyada insan əməllərini düzəltməsi. Zərrə qədər xeyir əməlin qarşılığı da veriləcək. Zərrə qədər şər əməlin qarşılığı da veriləcək. Və bunu ədalət sahibi olan Allah deyir. Ona görə bu gün fürsətdir. İnsan əməllərinə diqqət yetirməlidir. Əməllərini gözəlləşdirməyə çalışmalıdır. Çünki nə qədər ki insan bu həyatdadır, ölüm ona gəlməmişdən qabaq həyatının qədrini bilməlidir. Nə qədər ki sağlığı yerindədir, o sağlığının yerini, qədrini, qiymətini bilməlidir. Nə qədər ki qocalıb əldən düşməyib, gəncliyinin, cavanlığının qədrini, qiymətini bilməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu xüsusda hədisi var. Buyurur ki, diqqət edin, 5 şey gəlməmişdən qabaq 5 şeyin qədrini və qiymətini bilin. Qocalıq, yəni o qocalıq ki, insanı əldən salan qocalıq. Qocalıq gəlməmişdən qabaq gəncliyinin qədrini, qiymətini bil. Xəstəlik gəlməmişdən qabaq sağlığının qədrini bil. Məşğuliyyət sənə gəlməmişdən qabaq boş vaxtının qiymətini bil. Və ölüm sənə gəlməmişdən qabaq həyatının qədrini bil. Eləcə də buyurulur ki, fəqirlik sənə, kasıblıq sənə gəlməmişdən qabaq əlində olan o sərvətinin qiymətini bil. Baxın, hər bir kəlmənin özü böyük məna daşıyır. Bu kəlmələr bizim üçün də əziz qardaşlar. Bu kəlmələr bizə deyilib ki, biz bundan ibrət alaq və həyatımızda bunu tətbiq edək. Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözləri deyib, ta qiyamətə qədər yaşayan iman sahiblərinə aiddir ki, onlar bunu həyatlarında tətbiq etsin. Həqiqətən, çox qiymətli sözlərdir, əziz qardaşlar. İnsan bu həyatdan köçəndən sonra əməl dəftəri bağlanır. Heç kim onun yerinə xeyir əməllər etməyəcək. Və insan üçün ən böyük fürsətdir bu həyatda onun həyatı, onun ömrü özü üçün salih əməllər toplaması. Fikir verin. Və insan xəstələndikdə Allah hər kəsə afiyət bəxş eləsin. Allah Teala bütün xəstə müsəlmanlara, bacı və qardaşlara şəfa versin. Və insanlar var ki, eşidirik, xəstələr var. Yəni onlar durub yeriməkdən məhrumdular. İnsan nə qədər ki sağlığı yerindədir, sağlıq yerində olan ibadətlə xəstə halında olan ibadətin ləzzəti eyni ola bilmir. İnsan onun qədrini, qiymətini bilməlidir. Nə qədər insanlar var ki, işi, məşğuliyyəti bəhanə gətirir. Qiyamət gün onun əleyhinə olacaq o iş. Əgər insan bütün ömrünü işlə məşğul edir və həyatını ancaq işə məxsus edir, ibadətdən yayınır, o onun əleyhinə olacaq o iş. Əgər sənə o verilən ömür müvəqqətidirsə, sən o ömrü dəyərləndir, səni yaradan üçün ibadət et. Sən bir dəfə gəlmirsən bu həyata və bundan sonra bir də gəlməyəcəksən. Və o baxımdan da sən bugün əgər işi, məşğuliyyəti özün üçün bəhanə edib ibadəti atırsan kənara, insan özündən başqa heç kimə zərər vermir. Heç kimə. O kəs ki, ibadəti atır kənara, ikinci plana, işi birinci plana qoyur, o yalnız qiyamət günü xəsarət çəkənlərdən olacaqdır. Və ona görə insan qədrini, qiymətini bilməlidir. Zamanının, vaxtının, ömrünün.
həyatının və əlində olan neymətlərin qədrini, qiymətini bilməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşurlar ki, ya Rasulallah, insanlar içərisində ən xeyirli olan kimdir? Baxın, nədir Rasulullah sallallahu aleyhi və səlləm? Deyir ki, insanlar içərisində xeyirli olan o kimsədir ki, onun ömrü uzun olub və eyni zamanda gözəl əməl sahibi olandır. Ömrü uzun olmasıyla yanaşı xeyir əməl edir, salih əməl edir, gözəl əməllər edir. Və soruşurlar ki, ya Rasulallah, insanlar içərisində ən şərli olan kimdir? Baxın, cavaba Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, insanlar içərisində ən şərli olan o kimsədir ki, onun ömrü uzundur, eyni zamanda pis əməllər üzərindədir. Pis əməl üzərində yaşayır. Allah qorusun. Ona görə bayaq qeyd etdim. Ömür insan üçün əvəzsiz bir sərmayədir. İnsan ona verilən ömrü ya öz əleyhinə yaşayır, ya leyhinə yaşayır. Ya salih əməllər edərək Allaha yaxınlaşır və yaxud da ki, asiliklər və günahlar içərisində keçirərək Rəbbindən uzaqlaşır. Ona görə dəyərli qardaşlar və əziz müsəlmanlar, insan daim əməllərinə diqqət yetirməlidir. Və Allah Taala'nın huzurunda Allaha qarşı sadiq olmalıdır. Etdiyi əməlləri ixlaslı etməlidir. Çünki Allah dərgahında, Allah yanında qəbul olunan əməl yalnız xalis olan əməllər olacaq. İxlaslı olmayan əməllər Allah qatında qəbul olmayacaq. İnsan həzər etməlidir, çəkinməlidir. O əməllərdən ki, o əməllərlə öyünür. O əməllər onu hər kəsdən üstün göstərir. Yəni, özünü hər kəsdən üstün tutur. Əməlləri ilə öyünür. İtaəti ilə, ibadəti ilə öyünür. İnsan bundan çəkinməlidir. İnsan ibadəti də, itaəti də, Allaha yaxınlaşdıran əməlləri də yalnız Allahın rızasını qazanmaq üçün etməlidir. Riyadan, riyakarlıqdan, riya yəni göstərməkdir və sum'adan, sum'a nədir? Eşitdirməkdir. Bundan çəkinməlidir. Çünki riyada, sum'ada göstərmək və eşitdirmək insanı həlaka düçar edir. İnsan təsəvvür et, ibadət edir, itaət edir, salih əməl edir, insanlar onu mədh etsin deyə, insanlara eşitdirsin deyə edirsə, Allah qorusun, insan müflis olar. O baxımdan insan Allahın huzurunda əməllərini ərz etmək üçün yalnız onun rızasını güdməlidir. Onun rızasını ummalıdır. Və ona görə riya təhlükəli bir xəstəlikdir. İnsan bu təhlükəli xəstəlikdən Allaha sığınmalıdır. Baxın, çox gözəl bir ibarə var. Və bu ibarə bizim hər birimiz üçün böyük bir ibrət olmalıdır, dərs olmalıdır. Çox gözəl ibarədir. İnsan bunu daim özü öz zehnində, beynində xatırlamalıdır. Gör nə gözəl demişlər. Deyir ki, sən pisliklərini insanlar arasında gizlətdiyin kimi, yəni insanlar görməsin, eşitməsin, insanlar görsə və bilsə sən utanarsan, həya edərsən. Eyni ilə də deyir, etdiyin yaxşı əməlləri, xeyir əməlləri, gözəl əməlləri də gizlət. Necə ki deyir, pisliklərini gizlədirsən, eyiblərini gizlədirsən, insanlar görməsin, eyni ilə də deyir, etdiyin o gözəl, xeyrxalq əməllərini də gizlət. Çünki bu sənin üçün xeyirdir. Sən nə qədər salih əməllərini, xeyir əməllərini, xeyrxalq əməllərini gizlədərsən, o qədər də Allah qatında dərəcən yüksələr. İnsan əməlləri nə üçün edir, əziz qardaşlar? Allahın rızasını qazanmaq üçün, Allahın rəhmətini qazanmaq üçün, Allah ondan razı qalması üçün edir. Və insan da məhz bunu güdməlidir. Bunu düşünməlidir. Salih əməli etdikdə yalnız fikri və zikri, düşüncəsi yalnız Allahın o əməli ondan qəbul etməsi olmalıdır. Necə ki, sələflər belə olub. Onlar daimi zehinlərində, düşüncələrində Allahdan nə istəyərdilər? Allahdan istəyərdilər ki, o əməllər onlardan qəbul olunsun, geri çevrilməsin. Əslində onlar daimi Allahdan bunu istəyirdilər ki, etdikləri əməllər geri çevrilməsin, qəbul olunsun.
Və ona görə də insan salih əməl edəndə məqsədi nədir? Allah o əməli qəbul etmək məqsəddir. Və bu məqsədi də güdməlidir. Yalnız Allahın rızalısını güdməlidir ki, Allah ondan bunu qəbul etsin. Və qorxsun ki, o əməl qəbul olunmaz. Ona görə daim salih əməl edəndə, xeyir əməl edəndə yalnız Allahın rızasını güdməlidir. Bu istər nafilə ibadətlər olsun, nafilə namazlar olsun, nafilə oruclar olsun və həmçinin Allahın huzurunda ibadət və itaət olan əməllər olsun. Gecə Allahın qarşısında durub ona gözyaşı axıtmaq olsun, ibadət etmək olsun, sədəqə vermək olsun, zəkat vermək olsun və bunların hamısını insan nə üçün etməlidir? Yalnız Allahın bilməsi və Allahın razılığını qazanması üçün etməlidir. Ancaq bunu güdməlidir, ancaq bunu üzərində düşünməlidir. Əgər Allahın rızası olmasa, təsəvvür edin, edilən o əməllərin hamısı faydasız olar. Ona görə insan Allahın huzurunda bu əməlləri təqdim etdikdə qorxmalıdır. Muti olmalıdır. Allahdan qorxmalıdır və günahlardan çəkinməlidir. Çünki Allah Teala müttəqilərdən qəbul edəcək. Allahdan qorxanlardan qəbul edəcək. Və ona görə də insan həris olmalıdır təqvaya, yəni Allahdan qorxmağa, günahlara yaxınlaşmaqdan çəkinməlidir. Allah Teala Quran-ı Kərimdə buyurur, diqqət edin. İnnəmə yətəqəbbəlullahu minəl muttəqin. O Allah ancaq müttəqilərdən qəbul edəcək. Ona görə insanın əməlləri Allah qarşısında nə zaman qəbul olunacaq? İxlaslı olduğu halda. Layiqincə Allahdan qorxduğu halda. Ona görə də dəyərli qardaşlarım, bu ay bizim üçün fürsətdir. Ramazan ayı bizim üçün fürsətdir ki, əməllərimizi daha da yaxşılaşdıraq, xeyir üzərində edək, Rəbbimizin huzurunda ona muti şəkildə ibadət və itaət edək və günahlardan çəkinək və ixlaslı olaq. Eyni zamanda da Allahın göndərdiyi Peyğəmbərin, Muhammed sallallahu aleyhi və səlləmin buyruğuna müvafiq olaraq edək. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləmin çox qiymətli sözü var. Bütün sözləri qiymətlidir və bu hədisində olduğu kimi Kullu ümməti yədxulunəl cənnətə illə mən əbə. Buyurur ki, bütün ümmətimdən hər kəs cənnətə daxil olacaq, yalnız illə mən əbə. Sahabələr deyir ki, ya Rasulullah, əbə nə deməkdir? Deyir ki, əbə o kimsələrdir ki, qalə mən əta'ani dəxaləl cənnətə və mən asani fəqət əbə. Kim mənə itaət edəcəksə, məni təqib edəcəksə, mənim buyurduğumun ardınca gələcəksə, cənnətə daxil olacaq və kim də mənə asi olacaqsa, mənim buyurduğumdan üz çevirəcəksə, artıq üz çevirmiş kimidir. Deməli, insanın cənnəti qazanması üçün əsas amillər nədir? İxlas olmalıdır, Allahın rızasını qazanmaq olmalıdır, eyni zamanda da Allahın göndərdiyi Peyğəmbərin buyruğuna müvafiq olmalıdır. Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm necə edib, necə buyurub ona müvafiq olmalıdır. Əksi halda Allah dərgahında qəbul olunmayacaq. Yəni həm ixlaslı olmalıdır, həm də Rasulullahın buyurduğuna uyğun şəkildə olmalıdır. Ona görə dəyərli qardaşlar, insan Ramazanı xeyirli və faydalı keçirməyə həris olmalı. Çünki qiyamət günü o ömründən soruşulacaq və qiyamət günü bu günlərini əgər hədər etsə, onun əleyhinə olacaqdır. İnsan bu günlərdə daha çox Allahı xatırlamalıdır, daha çox Allahı yad etməlidir. Allah subhanahu və teala Quran-ı Kərimdə buyurur, Fəzkuruni əzkurkum. Diqqət edin. Allah Teala ayədə buyurur ki, siz məni xatırlayın, mən də sizi xatırlayın. Bir qul üçün nə qədər böyük bir şərəfdir. Xaliq, yaradan, göylərin və yerin sahibi olan Allah subhanahu və teala göyləri yaradan, yerləri yaradan, arasında olanları yaradan qullarına deyir ki, siz məni xatırlayın, mən də sizi xatırlayın. O Allah ki, o qulu xatırlayır, o qul üçün şərəfdir. Səni Allah öz yanında xatırlayır. Allahu Akbar. İnsan bunu ayənin mahiyyətinə varmalıdır, əziz qardaşlar, əziz müsəlmanlar. Əgər qul özünün Allahın, Rəbbinin yanında, Xaliqinin yanında xatırlanmağı istəyirsə, Allah Teala bizə bu meyarı göstərib. Fəzkuruni əzkurukum. Siz məni yada salın,
Xatırlayın, mən də sizi yada salım. Ona görə insan nəfsini daim Allaha zikr etməyə alışdırmalıdır. Allaha yada salmağa alışdırmalıdır. Hər bir halında, hər bir durumunda, hər bir vaxtında. Çünki insan nə qədər özünü Allaha, yəni alışdırarsa, Allahı yada salmağa alışdırarsa, o daim Allahla birgə olar. Hansı ki, bu barədə də nə qədər zikirlər varid olub. Peyğəmbər sallallahu aleyhi və səlləmlə gündəlik zikirlər, dualar. Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, dilin daim Allahı zikr etməklə, onu yada salmaqla islah qalsın. İnsan nə qədər dilini Allaha yaxınlaşdırmaqla, Allahı zikr etməklə yada salarsa, əlbəttə ki, o Allahla birgə olar. Allah subhanahu və teala Quran-ı Kərimdə buyurur: "Ya eyyuhellezine amenu zkuru Ya eyyuhellezine amenu zkurullaha zikran ketira." Allah Teala buyurur ki, ey iman gətirənlər, Allahı çox zikr edin. Ey iman gətirənlər, Allahı çox zikr edin. وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا Siz Allahı gecə və gündüz zikr edin. İnsan nə qədər Allahı zikr edərsə, nə qədər Allahı xatırlayarsa, Allahla bərabər olar. Daim Allah da onu xatırlayar. Əgər qul daim Allahı xatırlayarsa, eyni ilə də Allah da onu yada salar. Və ona görə insan nə qədər Allahı zikr edər, Allahı yada salarsa, mütləq Allah yanında zikr olunanlardan olaraq yazılar. Allah Teala Quran-ı Kərimdə buyurur: وَالذَّاكِرِينَ اللّٰهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللّٰهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِيمًا Allahı çox zikr edən kişilər və eyni zamanda Allahı çox zikr edən qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır. O kəslər ki, Allahı zikr edir, kişi və qadınlar, Allah Teala onlar üçün həm bağışlanma hazırlamışdır, həm də onlar üçün böyük bir mükafat hazırlamışdır. Ayşə radiyallahu anhə buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm hər zamanında, hər durumunda Allahı daim xatırlayardı. Daim Allahı yada salardı. Və ona görə də Rasulullah sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, səbəqəl müfərridun. Buyurur ki, müfərridlər önə ötüb keçdilər. Sahabələr soruşur ki, ya Rasulallah, söylədiyin bu müfərridlər kimlərdir? Rasulullah buyurur ki, əzzəkirunəllaha kəsirən və zəkirat. Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar. Yəni, Allahı çox zikr edən kişi və qadınlar hər kəs ötüb keçdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə bilir ki, müfərridlər Allahı həm çox zikr edən kişilər, həm çox zikr edən qadınlar hər kəsi ötdülər, keçdilər. Ona görə dəyərli qardaşlarımız və bu günlər bizim üçün böyük bir neymətdir, fürsətdir ki, Allahı zikr edək, Allahı yada salaq ki, Allah da bizi yada salsın, Allah da bizi bağışlananlardan etsin. Çünki artıq Ramazan ayının 10-cu günüdür. Birinci 10-cu günlüyü qutardı. Artıq növbəti 10-cu günləyə daxil olmuşuq. Yəni 10-cu günlük qutardı, ikinci 10-cu günləyə daxil olmuşuq. Və ona görə bu günlərdən insan istifadə etməlidir. Və insan qiyamət günü peşman olmamışdan qabaq, peşmançılıq gəlməmişdən qabaq, bu vaxtlarından, Ramazanda olan günlərindən istifadə etməlidir. Qiymətli keçirməlidir. İbadətlə, itaətlə, zikirlə keçirməlidir. Əməllərini gözəlləşdirməlidir və ixlaslı etməlidir. Əgər insan günahlar içərisində, günahlarla ömrünü keçirərsə, məşğuliyyəti ancaq günahlardan ibarət olarsa, o həyatı, keçdiyi günlər qiyamət gün onun əleyhinə olacaqdır. Necə ki, İbn Qeyyim deyir bu barədə. Deyir ki, əgər insan ona verilən ömrü zay etsə, hədər etsə və o qiyamət günü belə deyəcək. Ya leytəni qaddəmutu li həyəti. Kaş ki, mən bu həyatım üçün öncədən yaxşı əməllər edəydim. Fikir verirsiniz? Kaş ki, mən həyatım üçün öncədən yaxşı əməllər edəydim. Ona görə dəyərli qardaşlar, insan nə qədər Allahı zikr edərsə, onun qəlbi rahatçılıq tapar. Necə ki, Allah subhanahu və teala buyurur, Ələ bi zikrilləhi tətməinnul qulub. Allah Teala bu ayədə buyurur ki, bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar.
Əziz qardaşlar, ölüm gəlməmişdən qabaq, həyat sona çatmamışdan qabaq, insan bu günlərin dəyərini, qiymətini bilməlidir. Tutduğu orucun mahiyyətini bilməlidir. Tutduğu orucu ancaq sadəcə acılıqla keçirməməlidir. Əzaları da oruc tutmalıdır. Dili də, qulağı da, gözü də, əzaları da oruc tutmalıdır. Və o zaman o insana fayda verəcəkdir. Çünki oruc insanı tərbiyələndirən bir ibadətdir. Və orucun mükafatı da Allaha aiddir. Və oruc elə bir ibadətdir ki, elə bir aydır ki, Ramazan ayı. Allah Teala öz kəlamını o ayda nazil edib. Təsəvvür edin, elə bir aydır ki, Ramazan ayı, Allah 7 qat səmanın üzərindən öz mübarək kəlamını həmin ayda nazil edib. Allah Teala buyurur ki, Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı hansı ki, elə bir aydır ki, Quran o ayda nazil olmuşdur. Hudən linnəs, insanların doğru yola yönəlməsi üçün, insanların hidayət olunması üçün. Və bəyyinətin minəl hudə vəl furqan, haqqı batildən ayırmaq üçün və açıq aydın dəlillər olaraq, Quran-ı Kərim haqqı batildən ayıran və açıq aydın dəlillərdən ibarət olaraq 7 qat səmanın üzərindən inmişdir. Fikir verin, Quran-ı Kərim elə bir kitabdır ki, insanları doğru yola yönəldən bir kitabdır. Qurana tabi olan heç vaxt azmaz. Əlbəttə, Quranla bərabər Peyğəmbərə tabi olan, yalnız sadəcə Quranı götürüb Peyğəmbəri tərk edən əlbəttə azar. Heç zaman doğru yolda ola bilməz. Ona görə insan ona verilən o neymətin qədrini bilməlidir, İslam neymətinin. Rəbbini tanımalıdır, Peyğəmbərini tanımalıdır və ona göndərilən o kitabı, Quran-ı Kərimi oxumalıdır, ona əməl etməlidir. Həris olmalıdır Allahın ona Ramazan ayında göndərdiyi o kitabı öyrənməyə, o kitabı oxumağa, ona əməl etməyə, onu nəfsi ilə, yəni nəfsini o Quranla tərbiyələndirməyə, həm özünü, həm öz ətrafında olan, əlinin altında olan ailəsini, əhli əyalını Allah və Rəsulunun buyruğuna tabi etməlidir. Buyurduğu kimi nizamlamalıdır. Çünki xoşbəxtlik də Allahın və Rəsulunun buyurduğundadır. Allahdan istəyirəm bizim hər birimizi bu Ramazan ayında bağışlanan qullarından etsin. Uca Allahdan diləyirəm ki, Allah Teala bizim əməllərimizi Allaha ən gözəl şəkildə əda edən əməllərdən etsin. Allah Teala bizə Allaha gözəl şəkildə ibadət edən, şükr edən, zikr edən qullarından etsin. Allahdan istəyirəm bizim hər birimizi iman üzərində yaşatsın və bu dünyadan da iman üzərində ayırsın. Allahdan istəyirəm bizim zürriyyətimizi salihlərdən etsin və Allahdan diləyirəm bizim hər birimizin valideynlərinə rəhm eləsin və onların günahlarını bağışlasın. Allahdan istəyirəm bizim əmin-amanlığımızı daimi etsin. Allah Teala'ya ən gözəl şəkildə, onu razı qalacağı şəkildə ibadət edən qullarından etsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.